Ramiz Mehdiyevin yerinə başqa Ramiz Mehdiyev artıq belə deyək də medalını aldı Eyüp Yaqubov. Bəli. Yəni onun müddəti bitdi, başqası müddəti başladı. Böyük ehtimalla digər 2 ittiham götürüləcək. Növbətçi ittiham, deməli qanunsuz sahibkarlıq ittihamı. Həm yaşı nəzərə alacaqlar, başqa məsələləri nəzərə alacaqlar. Onu saxlayacaqlar. Elə görünür ki, hadisələr bu istiqamətdə gedir. Eyni zamanda görünən odur ki, dövlət mediası yandaş medianın əlinə məlumatları bu şəkildə mediaya ötürməklə davam edəcəklər. Mən hansısa bir fərmanın olacağını da hadisələr bu cür inkişaf edirsə, artıq gözlənilmir. Çünki bu həm də mənə digər bir məsələni xatırlatdı. Bu vaxtilə Nəzməddin Sadıqov da uzaqlaşdıranda bu günə qədər getməsi barəsində əmr sərəncam fərman yoxdur. Böyük ehtimalla paralel aparıram sadəcə. Böyük ehtimalla Ramiz Mehdiyev haqqında belə bir fərman sərəncam olmayacaq. Çox həm də qəribəsi odur ki, ə, onun adını çıxartmırlar saytlardan və ya Təhlükəsizlik Şurasının heyətinin içindən və ya deməli təltiflər bölümündən. Bütün hər kəsi, səhifəni boşaldırlar. Ə, Bəli. Səhifə bomboş, içində bir məlumat yoxdur. Yəni Ramiz Mehdiyev ətrafında davam edən hadisələr daha çox sosial media üzərindən, internet televiziyaları üzərindən davam eləyir və artan xəttlə davam etmir. Görünür ki, biraz daha da əvvəlki o, hay-küyün miqyası azaldı, gərginliyin artması, artan xəttlə davam etməsini istəmirlər, amma yenə də gündəmdə məlumatları saxlayırlar, müxtəlif partiya sədrləri, müxtəlif şəxslərin bu barədə vaxtilə deməli Ramiz Mehdiyevin onlara qarşı etdiyi hadisələri qabardırlar, göstərirlər, deyirlər. Hökumət bunları bilmirdimi? Bilirdi. Sadəcə olaraq bu həm də digərləri üçün bir dənə örnəkdir ki, vaxtilə Ramiz Mehdiyevə də olub, Ramiz Mehdiyev digərlərinə etdi. İndi Ramiz Mehdiyev həmin taleyi yaşayır. Bu taleyi bu cür idarə etmədə, bu cür davam edən hadisələr fonunda hər kəs bunu yaşayacaq, hamısı bunu yaşayacaq. Bu artıq aksiyondur. Bu cür idarə etmədə hər kəsin sonu belə yekunlaşır. Biz bunun bir daha şahidi olduq Ramiz Mehdiyev hadisəsində. Misir Mərdanovun bu Ramiz Mehdiyev həbs olunan gün səhərsi müsahibəsi oldu, qısa bir açıqlaması oldu. Orada Tərtər hadisələrlə istiqamətində də hansısa bir irəliləyişlərin ola biləcəyini qeyd etdi. Yəni Bəli. hər kəs əslində deməli Nəzməddin Sadıqovun, Ramiz Mehdiyevin, Zakir Həsənovun bunların eyni xətt olduğunu ilk baxışdan anlayır, başa düşür. Əslində bunların səbəbi də var. Bunlar hamısı Rusiya xətti olduğu üçün Ramiz Mehdiyev olsun, Nəzməddin Sadıqov olsun. O yüzden də burada bir ortaqlıq var. Eyni zamanda Tərtər hadisələri vaxtı deməli Nəzməddin Sadıqovun rolunu artıq məhkəmədə sübut olunur. Zərərçəkənlər də deyir, generallar belə öz ifadələrində Nəzməddin Sadıqova çıxdıqlarını, əlavə qulduqlarını, hətta mən şahidi olmuşam, kəşfiyyat orqanının rəhbəri, sabiq rəhbəri general-mayor Hilal Nəcəfovun, eləcə də bizim idarəyə xidmətə həmin dövrdə salınmış Cəfər Seyidovun birlikdə Nəzməddin Sadıqovun otağına getmələri, Tərtər hadisələrinin ilk günlərində, hansı ki ölümlər başlamışdı, ilk ölümlər. Gedirdilər, təlimatlar alırdılar, birbaşa Nəzməddin Sadıqov iclaslar keçirirdi, Müdafiə Nazirliyi Mərkəzi Komanda məntəqəsində. Orada göstərişlər verirdi, bir-bir generalları qaldırırdı, kim hansı fəaliyyəti yerinə yetirəcək, ezamlar hansı şəkildə həyata keçiriləcək, kimin funksiyası nədir, təhlükəsizliyi kim təmin edəcək, mühafizəni kim təmin edəcək, bir-bir qalxırdılar. Hər demək olar ki, günün sonu və ya bir gündən bir iclaslar sırf Tərtər hadisələrlə bağlı Nəzməddin Sadıqovun rəhbərliyi altında orada Kərim Vəliyev də hər kəs iştirak eləyirdi, keçirilirdi və təlimatlar alınırdı, ümumi təlimatlar. Bu təlimatlar isə otaqda verilirdi bəzi şəxslərə və xüsusi rabitə vasitələrlə korpus komandirləri birbaşa Nəzməddin Sadıqova işgəncə məkanlarından məlumatları verirdilər ki, proses hansı istiqamətə gedir. Hətta iclaslarda qalxıb generallar Nəzməddin Sadıqova
Bu gün 10 nəfər daha boynuna aldı, qəbul etdi, əməkdaşlıq etdiyini. Bu cür hadisələr inkişaf eləyirdi. Aaa, yəni bu bilirsiniz, mən hər dəfə bunlar danışanda həmin dövrü yaşayıram, xatırlayıram, o gərginliyi, ümumiyyətlə Tərtər hadisələrindən öncəki dövrdə də ordakı gərginlik, belə bir qaramsal bir durum var idi, bir qorxu mühiti var idi. Aaa, bir müdafiə naziri olsa da, Zakir Əsənov bu gün də Poly generalı heç bir funksiyası yoxdur. O vaxt da funksiyası yox idi. Nəcməddin Sadıqov ayrıca bir paralel bir nazirlik yapılanma qurmuşdu. Öz generalları, öz rəhbərliyi, öz idarə üsulu, öz inspeksiyası, öz söz sahibi idi. İstədiyinə vururdu, istədiyinə əzirdi, istədiyinə alçaldırdı, qovurdu, rütbələr alırdı, vəzifələrdən vururdu, maaşını azaldırdı. Yəni bizdən olmayan adam 27 il, 26-27 il baş qərargah rəisi oldu. Ordunu dağıtdı, böyük investisiyalar, daha doğrusu satın almalar, silah, texnika Rusiyadan alındı, heç bir funksiyası olmadı. Bugünkü nəticə də, ordakı nəticə, hələ də biz bu proseslərdən qurtula bilmirik. Teymur bəy, bu Bəli. gün də ordu Nəzmi Sadıqovun qurduğu həmin sistemdən çıxa bilmir. Rüşvət varmı? Var. Şəxsiyyətdən pul yığılırmı? Yığılır. Şəxsiyyətin güzəranı yolundadırmı? Yolunda deyil. Bu düşüncə tərzi necə ki ölkədə var, eləcə də orduda var. Bu ümumi bir məsələdir. Baxın, düşünməsinlər ki, Tərtər işi yaddan çıxdı. İnsanlar bu barədə danışmırlar. Biz bu barədə həmişə danışacağıq. Teymur Məmmədov 700 nömrəli hərbi hissənin komandiri, indi 1-ci Ordu Korpusunda qərargah rəisidir. Hikmət Həsənovun Tərtər əraziləri vaxtı ən yaxın adamı. Validə xanımın övladını lapatka sapı ilə başına vura-vura döyüb öldürən adam. Bəli. Teymur Məmmədov düşünməsin ki, insanlar unudurlar, yaddan çıxır, hadisələr inkişaf eləmir, eləyir. Teymur Məmmədov bu yaxında deməli, Tərtər hadisələri vaxtı öldürülmüş Salih Qaforovun həyat yoldaşına bir məktub ünvanlayıb. Mən çalışıram zərər çəkmişlərə yardım eləyim, kömək eləyim, məktublar göndərirəm. Məktublar mənim tərəfimdən hazırlanır. Biz orada deməli Salih Qaforov öldürülərkən, daha doğrusu evindən aparılarkən o təxsis olmuşdu, amma pensiya işi, müəyyən tədbirlər həyata keçirilməmişdi. Vaxtı çatmadı rəhmətliyin o işə. Polis 2 dənə polis, 3 polis əməkdaşı onun qapısından götürüb 3 nəfər aparıb. Adları da məlumdur kimlərdir. Həmin vaxtı Salih Qaforovun üzərində zabitin şəxsi vəsiqəsi, maaş kartı, digər sənədləri üzərində olub. Yəni bilirsiniz, hərbi hüquqçu təxris olunursa, 20 il tamam olub, ona pensiyanı, məsələlərin həllinə qədər 3 ay müddətində maaş ödənilir, digər ödənişlər ödənilir. Mən keçən də dedim onu Fərid bəy. Deməli, heç bir kimsə bir gün belə pulsuz qalmalı deyil. Bəli, bəli. Yəni, ya sosial təminat almalısan, ya stipendiya almalısan, ya maaş almalısan, ya pensiya almalısan. Yəni, bir gün belə insan pulsuz qala bilmədiyi üçün, yəni, məvacibsiz də və yaxud da ki, o gəlirsiz də qala bilməz. Ona görə Azərbaycanda çox belə məntiqsiz bir şey var. İnsanlar necə yaşayır, yəni, heç bir şey daxil olmadan... Biz Allahın umuduna yaşayırıq. Vallahi Mən müqayisə eləyirəm, yəni, dövlətin yardımı olmadan əli vəliyə, qonşuya, xiyarla, pomidorla, həyətdəki kişnişlə, süyüdlə, yumurtayla birtəhər sağ qalmağa çalışırıq.